toy təşkil edilən restoranlar, yəni toyxanalar qida sektorunda istehlakçı hüquqlarının ən çox pozulduğu şəbəkədir. Çünki burada tələb təklifi üstələyir. Cəmaət toy etmək üçün növbəyə durur. Belə olduqda mütləq ortaya keyfiyyətsiz xidmət çıxır. Konkret az məlumat verir ki, bu sözləri bizim Mediaya Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyüp Hüseynov toydakı qidaların sahiblik hüququ ilə bağlı danışarkən deyib. O deyib ki, restoran üzərinə heç bir məsuliyyət götürmür. İllərdir toyxanalardan gələn şikayətlərin təhlili göstərir ki, toyxanalar istehlakçı ilə heç bir müqavilə bağlamır. Bununla bağlı heç bir məsuliyyət daşımırlar. Rayonlarda isə yerləri güya kirayəyə verirlər. Zəhərlənmədə baş verəndə heç kim məsuliyyət daşımır. Bu anormal vəziyyətdir. Birlik sədri restoran və toy sahibi arasında müqavilə nümunəsinin hazırlanmasını təklif edib. İllərdir İqtisadiyyat Nazirliyi yanında antinisar və istehlak bazarına nəzarət dövlət xidməti əsasında Prezidentin fərmanı ilə Azərbaycan Prezidenti yanında antinisar və istehlak bazarına nəzarət dövlət agentliyi yaradılıb. Bu məsələni adı çəkilən qurum həll etməlidir. Toy sahibinin ixtiyarı var ki, artıq qalmış qidaların hamısını götürüb aparsın. Səbəbi odur ki, onun hamısının pulunu o verib. Ancaq tələb təklifi üstələdiyindən toy sahibi elə bilir ki, ona yaxşı xidmət göstərilib. Ancaq bilmirlər ki, toyun hər anı insanları restorandan təzkiyə etməsinə hesablanıb. Musiqinin səsi, içəridəki temperatur, xidmətçilərin hərəkəti hamısı ona hesablanıb ki, insanlar restoranı tez tərk etinlər. Bunu heç vaxt toy sahibi hiss eləmir. Ancaq bütün iş ona yönəlib. İnsanlar bunu başa düşməlidir. Bu sahədə böyük hərc-mərclik var. Toylar başlayan vaxt bu işə nəzarət edən Qida Təhlükəsizliyi Agentliyi evdə oturur. Məmur işləmir. Əgər orada bir hadisə baş verərsə, heç onu gəlib yoxlayan da yoxdur. Çünki biznesə müdaxilə etmək qadağandır və s. Toy sahibinin verdiyi böyük miqdarda pullar üçün də əksər yerlərdə heç bir kasa qəmzi də verilmir. Burada böyük qanun pozuntusu, yəni istehlakçıların hüquqlarının pozulması var. Mütləq nazirlər kabineti nümunəvi müqavilə təsdiq etməlidir. Orada toy sahibinin hüquqları yer almalıdır. Bu toyda artıq qalmış qidaların növbəti toylarda istifadə olunduğunu da istisna etməyib. Şübhəsiz ki, artıq qalan qidalar növbəti toyda istifadə edilir. Orada bəzi qidaların saxlanma müddəti 4-5 saatdan artıq deyil.